Bu məsələlər nəyə görədir? Çünki İmam Mehdi əleyhissalam hədisdə də deyir, yeni bir şey gətirəcək, yeni bir məsələni gətirəcək. Bu bunun bir tərəfi. Digər tərəfi budur ki, din o qədər təhrif ediləcək, o qədər həqiqətindən uzaqlaşacaq ki, İmam Mehdi əleyhissalam onu əvvəlki vəziyyətinə qaytaranda insanlara yeni kimi gələcək və İmam Mehdiyə qarşı çıxacaqlar. Ona görə bizim üçün burada bir məsələ aydın olur. İmam Mehdi əleyhissalam gələndə, hələ İmam Əhməd əl-Həsən əleyhissalamı qoyun kənara. Bu Şiə hədisləridir. İmam Mehdi gələndə əleyhissalam, bu İslamda olan insanlar, alimlər İmam Mehdi əleyhissalama qarşı çıxacaqlar. Çünki onun gətirdiyi şey onların əlində olan şeylə ziddiyyət təşkil edəcək. Harmoniya içində olmayacaq. Ona görə İmam Mehdi əleyhissalama qarşı çıxacaqlar. Yəni bu bizim sözümüz deyil, bu hədislərdə qeyd edilən bir şeydir. Bax, Qurani Kərimdə bu cür keçir. Allahın tamamladığı, dini bu gün sizin üçün tamamladı, bu vilayət məsələsi iləndir. Və ya sizin üçün seçdiyi din İslamdır desəz, İslam özü təslim olmaqdan yaranır. Zaten bütün dinlərin kökü Allahın xəlifəsinə təslim olmaqdır. Allahın bizim üçün seçib tamamladığı din zaten odur. Biz də o fikir.